Studiyamızda çox maraqlı qonaqlarımız var və bir neçə dəqiqə əvvəl bundan qabaq da qeyd elədik ki, bugün Kəlağayı günüdür və Kəlağayının tarixi haqqında, müəyyən mənada rəmzləri haqqında, üzərində olan o naxışlar barədə də söhbət açdıq, amma daha ətraflı da qonaqlarımızla bu və digər mövzular barədə söhbət açacağıq. Azərbaycan Milli Xalça Muzeyində yeni bir layihə, Kəlağayının Yeni Hekayəsi adlı belə bir gözəl tədbir baş tutdu və tədbirdə həm tarixi, həm də müasir Kəlağayılar gündəmdə idi, söhbətin mövzusu idi. Bizim ictimaiyyətin tanınmış simaları, nümayəndələrimiz hər biri bu tədbirə qatılmışdı və o Kəlağayının sehrini bir daha həm özləri, həm də ki, ora təşrif buyuran ziyarətçilər bir daha bunun şahidi oldular və biz istərdik ki, elə bu tədbiri ətraflı şəkildə məhz bu Kəlağayı layihəsində iştirak edən bizim dəyərli insanlar, artıq bizim Səhər Çağı studiyasındadır. Ən çox onlar danışmağa haqqı var, onlar təşrif buyurub danışacaqlar. Azərbaycan Milli Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əminə xanım Məlikova, xoş gəlmişsiniz, sabahınız xeyir. Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə xanım Xəlilova. Xoş gəlmişsiniz. Sabahınız xeyir, xoş gəlmişsiniz. Bugün münasibəti ilə əslində təbrik eləyə bilərik. Bayram günüdür. Bəli. Buyurun Əminə xanım. Əminə xanım, sizi eşidək. Salam aleyküm, salamlayıram sizi, hörmətli tamaşaçılarımızı. Bugün doğrudan da bayram günüdür. 26 noyabr bizim hamımız üçün çox sevincli bir gündür. Çünki düz 11 il bundan əvvəl, 2014-cü ildə həmən tarixdə Kəlağayı sənəti ilk dəfə olaraq UNESCO-nun bəşəriyyat qeyri-maddi mədəni irs reprezentativ siyahısına daxil edilmişdir. Mənim çox gözəl yadımdadır. O gün hamımız çox həyəcanlıydıq və bir Azərbaycan vətəndaşı kimi, bir Azərbaycanın mədəniyyətində, incəsənətində illərlə çalışan bir insan kimi və bir qadın üçün kimi çox fərəhli və qürur verici bir tədbir idi o. Və Kəlağayı bugün bizim həyatımızda, gündəlik həyatımızda, bizim bayramlarımızda, bizim şad günlərimizdə daimi var. Mən əminəm ki, hətta bizə baxan hər bir Azərbaycanlı xanımın qarderobunda bir neçə Kəlağayı var. Burada Kəlağayıların rəng çeşidi də çox vacibdir. Çünki burada dərin bir fəlsəfə var, məna var. Hər bir rəngin, hər bir naxışın, Kəlağayının üzərində olan naxışın öz mənası var. Və bugün dəbdə müxtəlif rəngdə olan Kəlağayılar var. Və mən çox şadam ki, dünən Azərbaycan Milli Xalça Muzeyində gözəl yeni kolleksiyanın təqdimatı oldu, baş verdi və bizim əziz dostumuz Gülnarə xanım Xəlilova ilə birlikdə həyata keçirdiyimiz bir layihədir. Kəlağayının Yeni Hekayəsi. Çox gözəl qarşılandı. İndi yəqin ki, o kolleksiyanın xüsusiyyətlərindən Gülnarə xanım özü deyəcək. Biz Gülnarə xanımla artıq birinci iş birliyimiz deyil. Artıq Gülnarə xanım o dizaynerdir ki, Kəlağayı sənətinə çoxdan müraciət edib və 2019-cu ildə möhtəşəm bir kolleksiyanın nümayişi var idi və bugün Azərbaycan Milli Xalça Muzeyinin sərgi qalereyasında məhz o kolleksiyadan İpək Sərvət adlı kolleksiya 2019-cu ildə ərsəyə gəlmişdi və bugün də onu muzeyə gələn ziyarətçilər bəzi nümunələr görə bilər. Mən hər birimizi təbrik edirəm. Çünki bu doğrudan da Azərbaycan mədəniyyətinə biganə olmayan hər bir şəxs üçün böyük bir bayramdır. Bugün Kəlağayı bütün dünyada məşhurdur. Bugün biz harasa gedəndə ən gözəl hədiyyə elə Kəlağayı olur. Və fərqi yoxdur hansısa bir qadına, amma biz onu bağışlayırıq, yoxsa kişiyəmi? Çünki hər bir kişinin həyatında qadın var və Kəlağayı bugün hətta evin interyerlərində də istifadə olunur. Kəlağayı gözəldir, o bizim xalqımızın həyatımızın bir parçasıdır, mən qeyd edirəm. Bəli, bizim toylarımız, büsatlarımız, bizim xoş günlərimiz Kəlağayıda həmişə bizim xanımlarımız olub. Ona görə və bugün nadir bir Kəlağayı nümunələri də Azərbaycan Milli Xalça Muzeyinin fondlarında qorunub saxlanılan Kəlağayıları da görmək də bir fürsətdir bizim muzeydə və mən bizə baxan bütün tamaşaçılarımızı böyük məmnuniyyətlə bizim muzeyimizi ziyarət etməyə dəvət edirəm. Təşəkkür edirəm.
Və bir məqamı da vurğulasaq ki, bilmirəm, bu mənim şəxsi fikrimdir. Nə qədər müasir geyim olsa da, orada bir kəlağayının elementinin mi deyim, kəlağayının özü mü deyim, bir örpək xarakterli bir əlavə olunanda sanki daha bir başqa bir dəbdəbə qatır geyimləri. Necə düşünürsünüz Günarə xanım? Bu son zamanlar çox aktual bir nümunələrdir ki, geyimlərin üzərindən daha çox örpəklər istifadə olunur. Əlbəttə ki, zövqə görə. Mən hər zaman hər bir gündəmə gələn, hər bir gün bugün istifadə olunan, dəbə gələn hər bir şeydə zövqlü, birinci zövqə görə seçimi əlbəttə ki, arzuluyuram. Amma kəlağay elə bir bizim örpəyimizdir, elə bir ipəyimizdir ki, o doğrudan da hər geyimə yaraşıq verir. Bəli. Və hər zamanda həqiqətən ən dəyərli hədiyyə kimi illərdir mən, Əminə xanım öz şahiddir ki, hara gedirəm, elə kişilərə də, xanımlara da kəlağaya hədiyyə aparıram. Çünki bilirəm ki, çox sevilir, çox belə maraqla qarşılanılır və bugün də, hətta neçə dəfə özümün belə boynumda olanı da alıblar məndən ki, sən özün gedirsən o Bakıda birini də alarsan, oradan özün üçün. Və mənim üçün çox dəyərlidir kəlağaya. Əlbəttə ki, Əminə xanım çox dəyərli fikirlərini bildirdi. Kəlağaydı mən öz, Allah rəhmət eləsin, nənələrimin başında həmişə o örpəkləri görmüşəm və uşaqlığımdan sevdiyim bir baş örpəyidir. Və onlar dünyasını dəyişənə qədər o qədimi geyim nümunəsində, o örpəklə, bax o cürünə nə qədər müasir bir zamanda artıq yaşamış olsaq da, o cür gəzirdilər, o geyimlərdə və bu mənim çox xoşuma gəlirdi və onlardan mənə miras qalan bir neçə kəlağaylar var ki, mən onları saxlayıram. Və hətta dünənki nümayişdə onlardan nümunələr var idi modellərin əynində. Bilirsiniz, maraqlı bir ad var idi, yeni hekayəsi kəlağayının və ipəyin sehri. Yəni, bu ipək o qədər sehirlidir ki, kəlağayı ipəyi, onu hər cür istifadə etmək olar. Və mən hər zaman özünə məxsus, öz tərzim olan bir dizayner olaraq çalışıram ki, onları hər kəsin etdiyi kimi yox, biraz daha fərqli. Yəni, burada ipəyin sehri mövzusunda və kəlağayının yeni hekayəsi mövzusunda əsas məqam o idi ki, ipəklər, kəlağaylar heç biri biçilməmişdi, kəsilməmişdi, doğranmamışdı və onlar bütövlüyünü qoruyaraq, orijinallığını qoruyaraq geyimlərlə bax bu cür kolleksiya hazırlanmışdı. Yəni tam kəlağayı onların üzərində idi. Heç bir orada gözəllik vəhdəti təşkil. Bəli, yəni bu demək idi ki, kəlağayını tək çiyinə örpək kimi yox. İndi yəqin ki, artıq bu ideya ilk oldu və düşünürəm ki, bu ideyanı istifadə edənlər olacaq. Mən 2003-də etmişdim bir neçə geyim. Sonra 2006-da burada gedən geyimlərdən biri 2006-da yaranan bir geyim nümunəsi idi. Və sonra mən Aşıq Samirəyə bir silsilə milli geyim hazırlamışdım. Bunlar fotolarda, arxivlərdə, sinif verilişlərdə, hamısında var. Sadəcə o milli geyimi xüsusi olaraq o dəstə altı geyim idi. Samirə xanıma etdim və mən təkrarçılığı sevmirəm. Bir geyimin ikincisini etməyi sevmirəm. Kolleksiya dediyim zaman, əgər o kəlağaydansa, hər bir geyim fərqli olmalıdır. Orada ad başlıq olaraq kəlağayı işlənir. Yəni kəlağaydan hazırlanan geyimlərdir. Və bir geyim digərinə bənzəməməlidir. Yəni, eyni geyimi rəngbərəng etmək bu dizaynerlıq deyil, düşünürəm. Bu bir zövq sahibi də olmaq deyil. Ona görə də biz burada fərqli-fərqli, mənim tərzim olaraq yanaşma fərqli idi. Və əlbəttə ki, bu tədbirin ərsəyə gəlməsində həqiqətən çox böyük əməyi oldu. Əminə xanımın, çünki ilk ideya fikir gəldiyində elə Əminə xanımla zəngləşdik, görüşdük, çox gözəl qarşıladı və əlindən gələni etdi ki, dünənki hadisə uğurla baş verdi. Və tarixə yazıldı. Tarixə yazıldı. Əminə xanım, əslində biz kəlağayının sehrindən danışırıq, amma kəlağayı həm də informasiya daşıyıcısıdır. Onun bir fəlsəfəsi var, onun ölçülərində, rəng tonlarında, hətta dövlətli və kasıb təbəqələrini biz tarixən kəlağayı ilə onları bilmək, onları seçmək. Məsələnin tabloların özündə də, toy mərasimlərində hansı təbəqəyə aid olan xanımların hansı kəlağayı daşıyıcısı olduğunun şahidi olmuşuq. Mən bilirəm, bu sizin də sevimli mövzunuzdur. Peki buna da toxunaq.
Çox sağ olun, hörmətli Nailə xanım. Bu gözəl suala görə mən böyük məmnuniyyətlə açıqlama vermək istəyərdim. Kəlağayının sirri, Kəlağayının fəlsəfəsi çox dərindir, çox böyükdür. Mən özüm də onu bir 10 il bundan əvvəl başladım özüm üçün kəşf etməyə. Bizim hörmətli tamaşaçılar da bilir, hal-hazırda bizim respublikamızda əsas 2 yerdə Kəlağayı istehsalatı var. Əlbəttə ki, Şəkidə bizim kombinat neçə illərdir. Demək olar ki, regionda mövcud olan ən böyük ipək kombinatıdır. Şəki Kəlağayıları var, onların naxışları da seçilir, onlar tam başqa bir məktəbdir və İsmayıllı rayonunun Baskal kəndində, yəni hal-hazırda mənim əynimdə görürsünüz, çox naxışlı bir Kəlağayı var. O qədim Kəlağayıdan bəhrələnmiş, düzəldilmiş bir Baskal Kəlağayıçıları tərəfindən bir Kəlağayıdır. Rəng çalarları mütləqdir. Çox adam, mən həmişə əvvəllər fikirləşirdim ki, qırmızı rəng, ümumiyyətlə çox ölkələrdə qırmızı rəngə kimsə xəstə olanda, biraz özünü yaxşı hiss etməyəndə qırmızı rəngdən istifadə edib. Amma Baskalda boyaqçılar mənə başa saldılar ki, əslində qırmızı və moruğu rəngləri onlar emosiyaları daha da gücləndirən rənglərdir. Bəs ona görə bir insan hansısa bir yeri ağrıyanda, özünü bir qədər naxoş hiss edəndə yaxşı olardı ki, daha sakit tonlardan, əsasən bənövşəyi rəng o sağlamlıq bir rəmzi qəbul olunur. Bənövşəyi və mavi rənglərə müraciət etməlidir. Amma hansısa bizim xoş günümüzdə, bayram ərəfəsində ya da ümumiyyətlə toy günündə, bir nişan günündə xanıma mütləq qırmızı ya da ki, moruğu rəngində Kəlağayı bağışlamaq lazımdır. Və adətən yeni ailə quran bir xanım, onun ilk Kəlağayısı, yəni onun bəy ailəsindən ona hədiyyə verilən Kəlağayı adətən həri tədbirlərində ya da ki, elçi gedəndə qırmızı Kəlağayı mütləq olmalıdır və siz çox düz buyurdunuz, bizim rəssamlarımızın, yaradıcı insanlarımızın deməli, yaradıcılığında bu Kəlağayı mövzusu da qırmızı hədlə keçir. Keçən əsrin 30-cu illərdə Azərbaycanın satirik qrafikasının banisi olan Əzim Əzimzadə möhtəşəm bir triptix yaradır və onu Kasıb evində toy və Varlı evində toy adlandırır. Burada biz baxırıq ki, Varlı evində tam başqa bir interyer, xanımlar bəzəklidir, onların qızıl əşyaları, zinət əşyaları, hər bir şey daha fərqlidir. parlaqdır. Hər şey masa üzərində müxtəlif yeməklər və s. Süslənmiş. Bəli. Və sonra baxırıq diptixin digər hissəsinə, orada isə kasıb evində toy. Eyni emosiyalar, eyni büsat günü, amma görürük ki, anturaj tam fərqli. Bu xanımları birləşdirən də Kəlağayıdır. Yəni, sosial statusundan asılı olmayaraq xanımların bir bərabərlik simvoludur. Çünki bir xanım Kəlağayı taxanda artıq fərqi yoxdur. O hansı deməli, varlı ya kasıb evdə yaşayan bir xanımdır, belə deyək, ya da ki, hansı bir peşə sahibidir. O bir milli mənsubiyyətdir. Və dünən bizim hörmətli natiqlərimiz də ondan danışırlar ki, burada bir gender məsələsi də var. Mən ona da toxunmaq istəyərdim. Kəlağayının istehsalatı çox mürəkkəb və çətin bir prosesdir. Ona görə Kəlağayını düzəldən əsas kişilərdir. Çünki fiziki olaraq burada güc lazımdır. Bu isti-batik texnikində düzəldilən və çox belə mərhələli, bir neçə mərhələli bir prosesdir. Ona görə bu, amma əlbəttə ki, əksər bizim xanımlar Kəlağayı geyir. Ona baxmayaraq ki, ipək çox gözəl bugün aksesuarlar var ki, onlar beylər üçün də nəzərdə tutulur. Amma Kəlağayı əsasən xanımlar geyir. O da kişilər tərəfindən xanımlara bir hədiyyə. O xanımın gözəlliyinə, Azərbaycan xanımın gözəlliyinə bir ithaf kimidir. Ona görə çox maraqlıdır. Mən Kəlağayı haqqında çox danışa bilərəm və vaxtaşırı, yəni yenə də hamınız bilirsiniz ki, bizim muzeydə, Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasında çoxlu nümunələr var ki, onlardan vaxtaşırı bizdə mühazirələr də keçirilir və əgər maraqlıdırsa,
orada iştirak etmək. İnsanlar biz gəlib var. iştirak Bəli, edə və bilər. mən çox istərdim ki, elə Gülnar xanım özü bizim gənc kreativ sənayelərdə çalışan insanlar üçün Gülnar İnşallah. xanım o qədər zəngin vaxt təcrübəsi isə, var. Mən çox istərdim ki, çünki Gülnar xanım bugün o dizaynerdir ki, bizim ənənələrimizi, geyimdə, dəbdə olan ənənələrimizi hətta Azərbaycandan çox-çox kənarlara təbliğ edir. Gülnar xanım neçə illərin bir yaradıcı bir insanıdır. Ona görə Gülnar xanım, mən elə fürsətdən istifadə edərdim və mən sizə bu dəvəti ünvanlandırmaq istəyərdim ki, siz bir mühazirə ilə gələsiniz və bizim gənclərimizə, yaradıcı insanlara bir deməli Ustad dərslərin keçirilməsində. Əslində Əminə xanım, Gülnar xanımın bu cizgi brendinin yaradılmasında məqsədi də o idi ki, o elementləri, cizgiləri, çünki biz platformalardan izləyirik bu brendi və o qədər gözəl, zərif baş örtüklərini görmüşük orada Gülnar xanım. Yəni bu əslində Əminə xanım tərəfindən yaxşı bir ideyadır fikir olaraq və siz onu reallaşdırsanız, düşünürük ki, bu müasir xanımların kəlağayı olan baxışını da formalaşdıracaq. Orada sadəcə biz kəlağayı ipəyindən yox, başqa ipəkdən istifadə edirik. Çünki oradakı o elə bir parça, toxunuş elə bir parça olmalıdır ki, onun üzərinə vurulan printlər o parçada qalsın, axmasın. Kəlağayı o qədər incədir ki, bir-iki dəfə məsələn o printdən onun üzərinə vuranda çox solğun, yəni kəlağayıya xüsusi bir başqa o özlərinin qəlibləri var da, onlarla vurulmalıdır o naxışlar. Biz başqa əlbəttə ki, iş üslubudur, amma yenə də demək olar ki, daha çox bizim ənənəvi xalçalarımızın ornamentlərindən istifadə edirik. Ornamentlərdən tam xalçaların özünü təkrarlamırıq, çünki sevmirəm təkrar etməyi və orada bizim xarı bülbül, orada bizim bir çox çiçəklərimizin rəmzləri olan maraqlı işləmələr var ki, yaylıqların üzərində, yəni çox yaxşı qarşılanır. Bu gün də davam eləyir sərgi. Bəli. Sərgi bəli, amma o yaylıqlar ora aid deyil. Sərgidə bizim 2019-da demək bərabər etdiyimiz bir İpək Sərvət adlı kolleksiyamız oldu. Bu Muğam mərkəzində keçirilmişdi. Çox uğurlu bir tədbir idi o tədbirdə. Sərgidə o kolleksiyadan nümunələr var, bəli. Dünənki geyimlər isə artıq canlı göstərildi. İnşallah gələn tədbirimizdə də onlar nümunə olaraq sərgi salonunda olar. Mütləq, mən icazənizlə bu məqamı da qeyd etmək istəyərdim ki, Gülnara xanım bir dizayner olaraq onun xüsusiyyəti ondadır ki, o elm tərəfindən yanaşır. Hər bir sahənin inkişafında elm mütləqdir. Necə vaxtı ilə keçən əsrdə Lətif Kərimov bizim Azərbaycan Milli Xalça Muzeyinin banisi və ümumiyyətlə ideoloqu el sənətindən, xalçaçılıq bir el sənəti idi. O xalqa məxsus bir sənət idi. O onu teoriyaya yüksəltmişdi və o onu elmə çevirilən bir insan idi. Bir neçə il bundan əvvəl hörmətli bizim professor Rəna xanım İbrahimbeyeva da Kəlağayının ilk elmi konsepsiyasının müəllifi idi. Ona görə də bizim üçün, mənim üçün şəxsən bir muzey mütəxəssisi üçün ki, bu məqam çox vacibdir. Gülnara xanım da hər bir kolleksiyasında elmi tərəfdən yanaşır və bu da bizim inkişaf, hər bir hətta xalq sənəti üçün, onun inkişafı üçün çox-çox vacib olan bir məqamdır. Təşəkkür edirik. Kəlağayı doğrudan da xanımlarımızın bir ismət, abır-həya rəmzidir desək yanılmarıq və bir bəy olaraq səmimi qeyd edeyim ki, bir xanımda Kəlağayı görəndə artıq münasibət də dəyişir xanıma qarşı. Yəni bunu ərk eləyib bir neçə bəyin adından söyləyə bilərəm. Bilmirəm, psixolojidir, şuuraltıdır, hər hansı məqam varsa düşünürəm ki, bu da Kəlağayının sehrindəndir, gücündəndir, milliliyindəndir. Yeni kolleksiyamızın adı artıq işlənir. Kəlağayı. İpəyin sehri. Doğrudan da belədir. Uğurlar arzulayırıq sizə. Çox sağ olun. Təşəkkür edirik və Kəlağayının məhz bugün mövzu olaraq işıqlandırılması heç də təsadüfi deyil. Əminə xanım da qeyd etdiyi Kəlağayı günüdür bugün Azərbaycanda. Çünki məhz noyabrın 26-sında 2014-cü ildə UNESCO-nun qeyri-maddi mədəni irs reprezentativ siyahısına Kəlağayı Azərbaycan məhsulu kimi daxil oldu. Bu bizim tariximizin bir parçasıdır, mədəniyyətimizin bir parçasıdır və düşünürük ki, hər bir Kəlağayı bir tarix daşıyıcısıdır. Orada həm də nənələrimizin sehri, nənələrimizin ətri var və biz çalışacağıq ki, bu mövzunu davamlı şəkildə işıqlandıraq.
bu işlə məşğul olan hər bir insana uğur arzu edirik və əlavəniz varsa, xanımlar, buyurun, eşidək sizi. Belə bir əlavəm yoxdur. Bayramımız mübarək. Bugün bayramdır da. Kəlağayı günümüzdür həqiqətən. Hər bir kəlağayı sevər. Bütün ümumiyyətlə Azərbaycan üçün bu həqiqətən gözəl bir bayram günüdür. Və düşünürəm ki, bu ənənələri düzgün yaşatmaq, bu ənənələri gələcək nəslə düzgün ötürmək. Bilirsiniz ki, mən uzun illərdir milli geyim kolleksiyalarını məhz 2003-cü ildən artıq bu kolleksiyaların yaranması başladı və bu kolleksiyaların da hər biri fərqli-fərqli adlarda, fərqli-fərqli formalardadır. Tək sırf milli geyim yox, həm də stilizə formalarında mən bunları dünyaya təbliğ üçün hazırladığım kolleksiyalardır. Və bu ənənəni qorumaq, bu ənənəni sevmək, ötürmək və nə yaxşı ki, Əminə xanım kimi belə insanlar da var ki, həqiqətən istedada, gözəl işlərə, maraqlı işlərə, maraqlı fikirlərə hər zaman açıqdır və hər zaman dəstəkləyir. Təşəkkür edirik Gülnar xanım. Buyurun. Çox sağ olun Gülnar xanım, sizin dəyərli sözləriniz üçün. Doğrudan da bugün bayramdır. Mən bu münasibətlə hər bir mədəniyyətə yenə də yəni sevgi olan bir şəxsi mən təbrik eləmək istəyirəm. 2014-cü ildə Kəlağayı sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olanda mən çox qürurluydum və ola bilər ki, çox adam bilmir ki, bu proses özü də çox vaxt aparan və mürəkkəb bir prosesdir. O fayl hazırlananda mən də artıq bu sahədə çalışan bir insan idim. Heydər Əliyev Fondu tərəfindən və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən o fayl hazırlanmışdır və sonra da Azərbaycan Respublikasının birinci vitse-prezidenti, birinci xanımı, çox hörmətli Mehriban xanım o sertifikatı UNESCO-nun o vaxtı rəhbəri İrina Bokovadan alanda hamımız çox qürurluyduq və mən hər bir Kəlağayı sənətini hər bir təbliğ edən insana dərin təşəkkürümü bildirirəm. Bu mütləqdir, bu çox vacibdir və mən çox sevincli oluram bizim xanımlarımızın çiynində, onların qarderobunu Kəlağayı görəndə. Çox təşəkkür edirəm və biz də bayramımız mübarək. Sağ olun. Çox sağ olun. Azərbaycan Milli Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əminə Məlikova və Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə xanım Xəlilova proqramımızın qonaqları idilər. Təşəkkür edirik. Çox sağ olun, gəldiyiniz üçün. Elə bu tədbirin, yəni ötən gün keçirilən tədbirin bir parçası olaraq mən düşünürəm ki, Kəlağayı rəqsini də təqdim etsə yerinə düşür. Bəli, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin rəqs qrupu Kəlağayı rəqsini təqdim edəcəklər. Azəri İnciləri rəqs qrupudur xanımlar. Xoreoqraf Lalə İbrahimova bu rəqsi ərsəyə gətirib təşəkkür edirik ona da. Xanımlar, sizə də uğurlar. Buyurun.